Gizlində hamı hər şey edir, amma aşkar edəndə pis baxırlar. Güya hamı Həcə Məşəd edir, bir bu xanım üçün. Yəni 50-50-yə doğrudur. İnsanlar sadəcə olaraq bizdə cəmiyyətdən çox asılıdır. 90% amma aid eləyirəm. Geri qalan 10% isə bu cəmiyyətdə survive eləməyə çalışır. Hamımızın evində problem var. Günah qazanırıq, qazanmırıq, bu artıq bizlə Allah arasındadır. Əstəğfurullah, mən kiməm ki, onu müzakirə edeyim. Olduğumuz cəmiyyətdə fərqli rəngdə olmaq istəmirik. Maşınlarımızın çoxu ağ-qara, çöldə geyinən kişilərin çoxu qara rəngdə, tünd rəngdə geyinir. Yəni seçilmək istəmirik, fərqli olmaq istəmirik, fərqli görünmək. Halbuki hamımız fərqliyik, hamımız özəlik. Gizlətmək və yaxud da gizli yaşamaq və yaxud da sanki yaşamamış kimi danışmaq bizə daha xoşdur. Bizim cəmiyyətin reallığıdır bu. Cəlil Məmmədquluzadənin Dəmirbaş kəndinin əhvalatları deyə bir kitabı var. Hekayələri oxusaz başa düşərsiniz ki, məkan dəyişib, zaman dəyişib. Rollar dəyişib, lakin məğz eynidir. Dəyişən fikrimiz başımızdakı deyil. Dəyişikliyi qəbul eləmirik, dəyişməyi sevmirik. Mən də bu cəmiyyətin üzvüyəm, demirəm mən göydən düşmüşəm. Nə möminəm, nə də mömin olduğum barədə bir söz demişəm. Nə də süddən çıxmış tüklərin bir sözü var, ağ qaşığam. Nə tər məsləhət.